Novruz bayramı ilə birlikdə yaz fəslinin enerjisi bir çox bürclərə yenilənmə, bolluq və şans gətirəcək. Astroloqların fikrincə Novruz bəzi bürclər üçün xüsusilə maddi qazanc, yeni imkanlar və sevgi münasibətlərində canlanma vəd edir. Bəs bu şanslı bürclər hansılardır? Buğa bürcü üçün Novruzdan sonra pul və karyera mövzuları ön plana çıxır. Gözlənilməz gəlir, yeni iş təklifi və ya maaş artımı ehtimalı var. Uzun müddətdir çəkilən zəhmətin qarşılığı alınacaq. Bu dövrdə səbirli davranan buğalar zəhmətlərinin bəhrəsini görəcəklər. Ailə büdcəsində rahatlıq hiss olunacaq. Əlavə gəlir imkanları yarana bilər. Xüsusilə martın sonu və aprelin əvvəli buğalar üçün uğurlu sayılır. Sevgi münasibətlərində də buğalar üçün dəyişikliklər gözlənilir. Qız bürcləri üçün yazın gəlişi ilə maddi sabitlik və rahatlıq dövrü başlayır. Borcların bağlanması, yeni qazanc mənbəyi və ya uğurlu alış-veriş mümkündür. Xüsusilə Novruzdan sonraki həftələr şanslı sayılır. Sevgi həyatında isə yaxşı hadisələrin baş verəcəyi gözlənilir. Münasibətlərində qarışıqlıq yaşayan qızlar problemləri yoluna qoyacaq, tək olanlar isə gözlənilməz bir tanışlıqla qarşılaşacaqlar. Əqrəblər üçün bu Novruz risk edib qazananların dövrü ola bilər. Yeni layihə, biznes və ya əlavə gəlir imkanı ortaya çıxa bilər. Doğru qərar verən əqrəblər pul baxımından xeyir görəcəklər. Sevgi münasibətlərindəki vəziyyət isə əqrəblərin özlərindən asılıdır. Belə ki, əqrəblərin köhnə sevgililəri yenidən qayıda və siz yenidən başlaya bilərsiniz. Bu dövr əqrəblər üçün emosional baxımdan da güclü olacaq. Oğlaq bürcü üçün Novruzdan sonra karyera yüksəlişi və böyük qazanc ehtimalı var. Rəhbərlik tərəfindən qiymətləndirilmək, vəzifə artımı və ya gəliri artıran təkliflər mümkündür. Planlı hərəkət edən oğlaqlar uduzmayacaq. Sevgi həyatında isə sabitlik yaranır. Uzun müddətdir davam edən münasibətlər daha ciddi mərhələyə keçə bilər. Ailə qurmaq barədə düşünən oğlaqlar üçün uyğun zamandır.